Hər kəsə salam. Artıq Model S-in ikinci hissəsini çəkməyə gedirik İlqar əmi ilə. Havalimanındayıq. Bu seriyada belə desək, çəkəcəklərimiz gedib avtomobili təzəni Potidən, terminaldan götürəcəyik. İnşallah qismət olsa, oradan gələcək Marnola və sökdüyümüz detalları bu avtomobilə əvəzləyəcək. Təbii ki, bu avtomobili ilk öncə bərpa eləmək, sökmək, ondan sonra isə əvəzləmə prosesi baş verəcək. Gedək-gedək başımıza nə gəlir? Bu seriyada belə deyək, nə hadisələrlə üzləşəcəyik, ümumiyyətlə yol necə olacaq, maşının kilometrajı nə qədərdir bilmirik, lisenziyası aktivdirmi bilmirik. Maraqlı suallar var, görəsən düzələcəkmi? Gedək görək başımıza nə gəlir. Gürcüstanda havalimanında düşmüşük, artıq 3-cü Tesladakı taksi olaraq gəlir. Havanın temperaturu 2 dərəcədir. Normal soyuq var. Və biz də taksi sifariş eləmişik bu arada. O da Tesladır. Gələm taksimiz. Gəlsin görək. Bu da bizim Tesla gəldi. Köhnə model 2018-2020 standart range çox güman ki. Acaba bu 70-160 kilometre var. Orada necə qayıdacaq o bilmirəm. Mapa baxaq. 2 neçə kilometr göstərir. Kartdan istifadə edir. 45 kilometr 51 dəqiqə. Və bu soyuqla geri dönüşünü çox da şeyləmirəm, inanmıram yəni. Qocalar geri çatanda neçə ilə çatacaq? 164 kilometrdən çıxmışıq yola. Rəqam da sürür. Deməli, soruşur ki, blog edirsən deyirəm, yox da bəs Tesla ilə məşğul olurum falan. Retrofit quraşdırılmasından söz gedir. Buradakı ustaları, zapça satanları falan nömrəsi vermişəm ki, bu da odur. Bir baxır bu maşında ümumiyyətlə nə var, nə yox. Doğuşun təzə alıb, məlumatı yoxdur, retrofiti də yoxdur. Mid-range var, bir dənə sürür. Usta qaqamın da ilk şeydir, Tesla təcrübəsidir. Yəni o bilmir ki, Marnoli'dən dala qaydanda saytkası çatmayacaq yolda. bir növü qaqam yolda qalacaq da, obşum. Gedək görək nə olur, maraqlıdır bax bu söhbətdir. Yol boyu qardaşa təlim keçmişik ki, Tesla'da nələr var, neynəməlidir. Obşum, qaqam təzədir də hələ. Sərfiyyat olaraq da hala gəldi ya, bir dərəcədə havanın temperaturu ümumilikdə bu relyefə, bu arada maşın prova 190 km. Bu relyefə 16,4 sərfiyyat müstəqliyi 44 kilometrə. Prinsipcə pis deyil. Pis deyil dediyin hətta yaxşıdır yəni. Bos motorsun ünvanı. Spasibo вам. Удачи. Спасибо большое. Спасибо. Вот машина, брат. Spasibo. Valla bir dərəcədir. Bu temperaturda adam işləyər ala. Ama sen deyim öyle de soğuk değil mi? Ha? Hələ indi düşmüşük də maşından. Yok burudur hava. Yani külək yoktur. Qocalar bizim zat çaslarımızın vəziyyəti necədir? Qoyduğumuz kimi yerindədir yoxsa? Necə? Oo buradadır. Ha, burada da aparmayayım. Hələ üstünə 5 yığım var. Sadece olarak klonka yok. Yok. Üstünə 5 yığım var. Yani burada durursa böyle şeydi. Option Model S-in bütün ehtiyat hissələri bunun altındadır, bax. Nə axtarırsan, nə istəyirsənsə buradadır. Qoy görək bizim reşimiz oradadırmı? Hə, buradadır. Necə qoyub getmişik. Elə də burada. Hə, heç nə, gedək yavaşdan başlayaq. Görək nələr eləyirik. Əsas məsələ qabaqda podyomnikli olan yer var. Ora boşdur deyilənə görə. Çox güman biz orada işləyəcəyik. Buradakı zapçasları bugünkü plan ora daşımaqdır. Əslində konteyner bildiyiniz kimi ayın 28-dən çatıb. Açılma tarixi dünən idi. Sadəcə dünənlər bizə məlumat verdilər ki, tarix dəyişib sabah olub. Amma biz bu günə bilet almışdıq da, yəni əslində bu günləri biz havalimanından çıxıb promoya gedəcəkdik. Potiyə plan dəyişdiyinə görə indi məcbur belə eləməliyik. Heç də bugünkü plan odur ki, buradakı zapçasları daşımaq ora, hazırlıq, zaqatovka işləri görmək, belə desək.
sabahlarda inşallah Potidən maşını gətirmək. Görək. 4 günə sökmüşdük. Neçə günə yığarıq əmi? Bir gün yarıma. Bir gün yarıma. Əmi iddialıdır. Getdik. Enimizi dəyişdik. Hazırıq sökməyə. Cəmaatın babası ulu babası zat qızıl xəzinə bastırır gedir. Biz də zapcas bastırıb getmişik. Sağ olsunlar, üstündə də biraz zapcas yığıblar. Nə iş nə? İndi bunu təmizləyib qırağa yığmaq, altındakı zapcaslarımızı açmaq görək nə var nə yox. Başlayaq işləməyə. Yığdıq, yekunlaşdırdıq hansı detallar ki bizə ehtiyacdır. Periodok hissələridir, travesti, rulevoydur, soyutma sistemi, kapot, krel, bufer. Gəlin belə görsədim. Lazım olan detalları ayırdıq. Kapotdur, soyutma sistemidir, paylayıcıdır, periodok detallarıdır. Burada bəzi motorxana hissələridir, ayaqaltılardır. Sonra bura buferi qoyduq, bufer, ekran. Sonra paylayıcının şlanqlarıdır, %100 onlar da zədələnib. Paylayıcının öz əsas motor hissəsi isə başıdadır. Sonra rulevoydur, %100 ki patlayır. Sonra üst çiverilir, alt çiverilir, gördüyünüz kimi karbondur. Sağ sol qılalar. Bu pitbulllar da yəqin ki yadınızdadır. O birisi 100% yadınızdadır, bunu mən də görməlisiniz. Heç nə belə, buradakı boksun açarı, qapısı bağlıdır. Usta yoxdur burada. Usta birazdan gələcək. Bu detalları içinə yığıb üstü yola qoyulmağı düşünürəm artıq ki, ən azından boşuna burada vaxtımızı itirməyək. Gedək yoldan azalsın. Biz çıxdıq yola. Evakuatora götürmüşük. Gedirik bizim Batum istiqamətinə. Bu gün hələ ki vaxtımız var. Maşın sabahlar açılacaq. Gedək görək bu evakuator maceramız necə olur. Bir dəfə də sürürəm. Zapravka edək, dolduraq. Buradan boş motorsa Turala, babaya ayrıca təşəkkür edirəm evakuatora görə. Boş Motors Potidən Azərbaycana avtomobillərin daşımasını həyata keçirdir. Əlaqə nömrəsi qeyd edəcəm. Əgər ehtiyacınız olarsa, təhlükəsiz qaydada, salamat, nə bilim, maşından heç bir oğurluq olmadığı təqdirdə avtomobilimizi gətirib çıxada bilirlər. Bir çox şirkətlər var ki, məsələn, təkər açarı gələndə itir, nə bilim, akkumulyatorunu uğrayırlar. Bütün problemlərlə rastlaşa bilirik. Amma biz ortalama 5 il olacaq ki, baba ilə tanışıq və bərabər birliyi görürük. Şükür Allah'a ki, heç bir problemimiz olmayıbdır bu barədə. Yolumuz Potiyədir, Batumadır. Gedək görək başımıza nə gəlir. Birinci dəfədir dedim də evakuator sürürəm. Hələ ki arxası boşdur, yüksüzdür. Mən elektromobili bundan yaxşı sürürdüm. Deməli, Zapravkaya 26 kilometr yolumuz qalıb. Onun da işığı yanıb. Nə qədər gedəcəkmi, getməyəcəkmi bilmirəm. Yolda qalmasaq yaxşıdır. Sonra da deyirlər ki, heyf dizel, tök sür, get. Düzdür bu, mənim düzgün hesablamamam üzr olub. Amma yenə də, yəni, Tesla bundan yaxşı sürürdüm mən. Axır Zestafon içində qulfu tapdı. Xəliklə tapsana. Salyaka sıfırın altındadır da, yəni o şey, bitib, yoxdur. Yenə şükür gəldik, tapdıq. Təzə yol açılıqdır ya, Zestafon da həyat sönüb. Nə qədər restoran, nə qədər bu fast food, nə bilim, abmen, bir çox şeylər var idi da burada. Hamısı artıq bağlanıb. İşləmir. Yəni, bilənlər bilir bu yolu. Demək olar ki, 10 dənədən 3'ü işləydi. O dərəcə. Doldur xalam oldu, gəl doldur. Привет. Привет. Полный бак соляка. Дизель. Dizel. Да. G-Fox Euro dizel. Bir alsın. Какая хороший? Это? Хороший. Давай.
Polni. Polni. Ayda. Axır ki, gəldik çıxdıq. Deməli, hər dəfəsində spasiba. Yeli dayak Ali. Hər dəfəsində xəritə göstərir ki, nə bilim, daha bir 20 kilometr getməliyik də bu təzə yolun dərdindən. Zestafoniya içinə girəndə demək yox, axır tapacağıq. Buradan hardansa tapmalıyıq. Variant yoxdur. Heç nə, qoy polnu vaxt doldursun, əl çəksin bizdən. Gör kafede var burada. Hə, qaydarıq da, ala görək. Bir də yer tapıb axır yemək yeyərik. Yol üstü varsa yol üstü gedə də gedə. Ya, əsas mərkəz hissəsi oradır da, orada qalmış olur. Əmi bayaq deyir ki, hər dəfə bir dənə macəra olmasa olmur da. Keçən dəfə daha başımıza hadisə gəlmişdi, bu dəfə də. Heç nə, can sağlığı. Neyse, gedək. Saat neçədən? Saat 2-dən yeməkxana axtarır. Bu Salərka bizim başımızı necə qatıbsa, saat 4-ün yarısıdır, 2 saat yarımdır. Yemək yadımıza düşmür. Приключения Дубль-1 Kadr 2. Batumi'dəyik. Bu boyda evakuatoru saxlamağa yer tapmırdı. Onu qoy qıraraq qısa ilişmişdik, dönə bilmirdik. Sağ olsun dayda yaxır burada bizə kömək elədi. Maşını saxlamışıq burada, 2 də maşının yerində. Heç nə. Hər zaman kimi priключениyasız olmur da, alınmır bizdə. Sabahınız xeyir. Dekabrın 10-u. Bildiyiniz kimi dünənlər dekabrın 9-uydu, avtomobil açılmışdı. Daha doğrusu axşam açıldı, saat 15-17. 4-ün yarısında təxminən açıldı. Bu günləri yaşlığa düşməyinin mailini gözləyəcək cavabın. Cavab gələndən sonra götürə bilərik. Bildiyiniz kimi axşam da Batumda yenə başımıza hadisə gəlmişdi. Gedək görək, evakuatorumuz salamatlı ümumiyyətlə yerindədirmi? Görsənən oradadır. Hər şey oradadır. Bilmirəm. Kimsə nəsə şikayət edib yoxsa yox. Bu arada bilmirəm, kadrlarda rus dilində düşüb danışığım yoxsa yox. Ümumiyyətlə mənim rus dilim zəifdir. Yəni bunu da deyim ki, kimsə orada hansısa sözümə takılıb qalmasın. Boş verin yəni. Otlandı, işləyir. İşi kimi. Gecə səhərə bir dənə reysan gedib ki, burada. Dəhşət. Batuma gəlmişsinizsə, mütləq gəlib də görməli olacağınız yerlərdən biridir. Botanika bağı. Bura mən 2-ci dəfədə gəlirəm. Amma yəni, Bakıda nəbatət bağını bəyənən %100 ki, bura gəlməlidir. Həqiqətən də bura çox qəşəngdir. Bir-iki dənə də kadr buradan save eləyərik. İstiqamətin əksinə minmişik. Amma olsun. O, ağacdan mandalina. Vâng, vâng, một chút.
Chanel 5 from Chinese. In botanical language, it's named Chanel 5. Osman. Perfume from this. Coco Chanel. We have Yasmin. Parkın içindən belə bir dəmir yolu, qatar yolu keçir. Sahilin kənarı ilə gəlir. Buradan isə dağın içinə tunelə girir, davam edir. Biraz öncə gəldi, keçdi. Çatdırıb çəkə bilmədim. Belə biraz mövzudan kənara çıxdıq. Botanika bağında gəldik, sizə göstərdik. Gedək Potiyə, işimizin dalıyca maşınımızı götürək. Gəldik, Potiyə çatdıq. Deməli, burada mən bildiyim hələ 2-3 dənə port var. Biri Esperance'dır, biri APM'dir, biri Lyon'dur. Lyon neydi? Lyon terminaldır. Bizdə Esperance'dadır. Maçını buradan götürəcək inşallah. Sənədləşdirmə işləri olmalıdır birinci. Ondan sonra maşınımızı belə gətirəcəklər. Belə götürəcək. Birinci bunu saxlamağa yer tapaq. Görək harada saxlayırıq, harada əyliyirik. Ondan sonra gedək işlərimizin dalıyacaq. Maşını saxladıq. Terminalın içinə girməzdən əvvəl sənədləşmə işlərini görməliyik. Gedək görək. Hardan başlayacaq, nə edəcək? Düzü birinci dəfədir məndə, amma yenə də. Daha doğrusu Esperance'da birinci dəfədir. APM-dən bir dəfə maşını götürmüşəm. Burada olmamışam amma. Növbəmizi götürək. 244. Bilmirəm, heç icazə verəcəklər çəkiliş eləməyə, verməyəcəklər. Belə. Görək başımıza nə gəlir, prosedur burada necədir. Sıralama 244'dür, 242 də orada keçir. Əslində çox az bir 2 nəfər demək olar, amma yoxdur heç kim ortada. Burada da belədir vəziyyət. Maşını götürüblər, aparıb avtokarla yükləyirlər. Nə qədər şey var burada, evakuator var burada. Maraqlıdır. Bir dəfəsində bir sizinlə görmüşdüm. Qazaxlar idi, səhv eləmirəmsə. Hilux'la, Tundra ilə gəlmişdilər, arxasında da pritsep. Bax o iş idi, onun yeri var idi. Çox belə ləzzət elədi qıraqdan baxanda. İnşallah biz də bir gün sərhədlər açılsa, qismət olsa, biz də elə gələrik deyək. Hi. I have a car. Two pieces. I want to take one of them. What do you mean? Oh, Rico. Wincod. You can take from here. Sure, no comment. I recorded myself. Yes, but I cannot? yes. Okay. Maşın ümumiyyətlə Esperance'da deyilmiş, APM-dəymiş. Mən niyə Esperance yadımda saxlamışam bilmirəm. Neyse də gedək. Bu arada burada sənədləşmişləri bilmirəm. Buradan tövdən maşını götürmüşdük. Esperance 2-dən götürmüşdük maşını, indi yadıma düşür. Görək hara yaxınlaşmalıyıq. Hi. I want to take my car. I'm recording myself. Bir kamera sadece. Hə, dedi çəkmə, dedim özümü çəkirəm. Okay. Hi. It's my first time here. I want to take my car. Can you help me? Okay. In your own. Yes. Okay. Custom. Okay. You want to be number? You know me. You know PIN code number? Yeah, I have. It Yes, you can take. in our system have your small ID number. Yeah. But I think you import your passport. Yes. 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 Bunu şəxsiyyət vəsiqəsi ilə vurmuşuq. Amma xarici pasportu istəyirdən indi məndən. Bilmirəm, verəcək yoxsa sistem üzərindən dəyişməliyikmi? Have a Georgian phone number? Yeah. Phone number. I say 558 558 yes 11 9 001. 1. Yep. Okay. Sign please. Okay.
What is the next step? Okay, thank you. Nəticəni gözləmək lazım. Yoxsa Hə, maşının gətirilməsi prosesi var. Birinci terminalın pulunu ödəməliyik. Sonra maşının gətirilmə prosesi var. İndi görək. ödənişlər oradadır. Bankda yəni. Okay, now you must pay 220 lari in the bank. Okay. And after that, you can go outside 140. Okay. Number. Yep. Number of room. Thank you so much. Have a nice day. Bye. Deməli, terminal xərclərini ödəməliyik. Gürcü dilindədir. Bilmirəm nədir. 50 lari buradadır. 120 burada, amma toplamda 200 lari deyəsən ödəməliyik. Xat olamamsa. Ödəniş elədik. İndi yaxınlaş 104-ə. Deyir bura. Buradan da əraziyə keçəcək deyəsən. Əraziyə buraxırlar abi. Hə. Sən buraxacaqlar, axşam görək bayırdan o yanda gəlsin, özün gəlsin. Tamam, təşəkkür. İndi kimə verim sənədi? Əmi hansı tərəfdən deyim gəlsin? Bayırdan çıxsın, buradan çıxsın, oradan gəlsin, oradan gömrüyün çıxış qapısı var, oradan yansın. Əgər maşının burada işləməsə, paquşiklə qapıya qoydurarsan, oradan məndə də işləməsə toxuşma eləncəyədir. Tamam. Paquşik qoyaraq, oradan da aparırsan o böyük laşatkaya, oradan qoydurursan, gelirsən. Təşəkkür. Buradan o baxsın. Çox sağ olasın. Jilet geyməliyəm. Orada maşında oturum da olur. Yoxşu. Böyük sumkanı da apar, o sumkanı sənə qoymayacaqlar, o sumkanı ver, aparsın. Thank you. Hold on. Şimdi belə. Görək. Maşını gətirsinlər. Razı belədir. Xeyirli olsun. Bizim Ceyran ardadır. Takipçilərim xəstəxanada pəncərə qabağında uşaq gözləyir. Mən də terminala gəlmişəm maşını çıxartmağa. Maşını gözləyirəm. Gəlir. Avtokarın üstündə həvəslə gözləyirik. Bir video çəkmək olmaz. Cəmaatın işi gücü burada. Cəmaatın işi gücü burada video çəkməkdir də qaqa. Necə çəkməsin axı? Təkər hələ də kapotun üstündə gəlir. Axır gəldi çıxdı. Xeyirli olsun. Heç nə, filmiçka verək. Görək nə olur. Hala bu salamatdır. Nədir? Mən gözləmirdim bu kompresor salamat ola. Bomba. Probek ama 30'u keçib 50'ye yaxındır probek. Təkərdən daha çox şey görsənirdi. Aa, diskin bildiyim bir dənə yüz qabığı gəlir. Diskin özü yoxdur. Heç nə, filmskanı gətirək. Baxaq görək nə olur. Bunu harda eziblər də? Alpaka Не закрывай, не закрывай. Хорошо. Понял? Да, Надо да. показать потом таможнику. А, здесь? Да. Şatkan biri buradadır. Kulağı qırıqdır. Tenis topumuz az idi, biri də gəldi. Əlzəyi var çalan. Ayaq altılar yoxdur. Kartfişekdə.
Bu niyə açılmır? Toxunu ayırdı alamasın. Ay, debildir. Maşıncı bomboşdur. Qəş kartını götürüblər. Of. Bu buradan qırıblar. Bax, bu şit niyə atsın? Maşın necə giribsə şit atıb. Kimsə balaca boy adamdır. Qanat uçub yerindən. Qanat yoxdur. Görən olmayıb qanatı deyəsən uşaqlar. Əslində burnu elə də pis deyil. Mən bunu ciddi zədəli gözləyirdim. Yəni hətta şəkillərdə bunun burnunun əyri gözləyirdim. Salamat yerindədir. Tabirlər açılıb. Salam söyləyirlər. Bu tərəf qaydasındadır. Burada heç nə yoxdur. Amma o tərəfdə problem var. Hətta qırılıb espreska. Xeyr, hara espreska cızıq var. Ну давай, поехали. Позови сейчас помощник, его документы не имеет. Не, здесь. Это положи в багажник, вот это. Так. Хорошо. Maşın sənədləşmə işləri bitdi. Bu qapıda axrana, gömrük nəzarəti deyirlər. Gömrük nəzarəti olundu. Ondan sonra da öcə ödəyimiz kimi götürüb evakuatoru işləməliyik. Gedək, taxtaları götürək, təkərin altına qoymağa. Həmi qabaq təkəri yox deyə onun altına qoyacam. Bildim. Şeyler. Ya arkası. Şəhərin bağlayaq, görək başımıza nə gəlir. Maşını yüklədik, iplərimizi bağladıq, hər şey qaydasında. İnşallah gedirik birbaşa Malnoliyə. Gedək görək, yüklü maşını sürmək necə histir, aradakı fərq nədir? Getdik. Təxmini 150 kilometr gəlmişik. Haradasa 250 kilometrimiz qalıb Marnola. Yolda bir dəfə əməlli Leysana düşdük. Yəni yol boyu əslində elə idi, yağış yağırdı. Prosta yan şüşələr açıq qaldığı üçün saxladıq, bir dənə skot aldıq. Sağ tərəfə heç atmamışdıq. Sol tərəfə amma gömrük yoxlamasına görə atmışdılar. Sağ şüşələr açıq qalıb. Bunları skotladıq. Sonra bu krel burada sallanırdı, zədələməsin deyə qapını çox da düzdür burada. Çünki kraska işləri var, amma indi zədələməsin deyə söktük. Təzə yolda Zestafoniya ərazisinə giririk. Buradan o tərəfə təxmini bir 50-70 kilometr ərazidə heç nə yoxdur. Ona görə istəyirəm bir dənə kofe molası verək, kofe içək, yolumuza davam edək. Bu evakuatorda o qədər isti vurur ki, peçi söndürsən belə yenə də çöldən gələn hava adamın yuxusunu gətirir. Gedək görək, nə içirik başımıza qataq. Yol üstündə bizdəki kimi elektromobillər üçün zərfi yer var və bu əvvəldən bunlarda olubda indi yox. Bizdəki indiki Tesla sayı qədər, nə bilim 2-3 il əvvəl Gürcüstanda Tesla var idi. Baxın, stansiyada bir vaxt oradadır. Bir də yəni yol boyu çox görmüşəm, əvvəlkindən nisbətdə bayağı artıqdır. Prosta çatdırıb hamısını ayrı-ayrı da çəkə bilməmişəm də. Belə. Bir dənə Dunkin' Coca-Cola, Coffee içək. Hi, can I take a Americano? Yeah, size? Large. One? Yes, one please. Cash or card? With card. It's ready? Thank you so much.
Öpürəm. Bura əslində Dayan Dincəlin konseptinin kimidir, Bakıdakı. Prosta Bakıdan tam fərqli olaraq marketdə hər şey var. Hər şeydən əlavə çöldəki Dayan Dincəl ərazisi çox böyükdür. Bizdə çox balacadır, yəni hədsiz Dayan Dincəllərimiz balacadır. Məsələn, tır istəsə girib saxlaya bilir də rahatlıqla. O qədər də geniş və böyük deyil. Belə, yolumuza davam edək. Bu arada buradakı stansiyalarda ABB firmasına məxsusdur. Yəni Bakıda ABB Aspetrolda var, nəzərinizə çatdırın və başqa heç yerdə görməmişəm mən. ABB firmasının stansiyaları çox bahadır. Yerli şirkətlərin əksəriyyəti Çin firmasını istifadə edir, firmalarından istifadə edir. ABB amma səhv eləmirəmsə Avropa istehsalıdır. Bahalı markadır yəni. Və burada GGS və Cadema var. Gəldik çatdıq Magnolia'ya. Təxminən 5 saat, yarım 6 saata yaxın bir müddət. Və biz buradayıq. Düzdür, yorucu oldu. Əmi necəsən? Əla. Yorucu oldu amma axır gəldik çıxdıq. İnşallah sabahlar səhər gəlib başlayacaq. Gələk nə eləyə bilirik? Xeyirlisi. Sabahınız xeyir. Bugün dekabrın 11-i, Gürcüstanda 3-cü günümüzdür. Səhər saat 9-dur. Gedirik maşının işlərini görməyə. Bugünkü plan ümumi detalları söküb, pistonu dəyişib maşına ayıltmaqdır ki, görək nə var, nə yox. Yayda Model S Blade sökəndəki qrafikimiz fərqli idi. Səhər saat 6-da dururduq. Gün hardasa 11-də, 12-də uca qızırdı da, hava təxmini 30-35 dərəcə olurdu isti. Saat bir də 4-dən sonra həmən işlədiyimiz yerə kölgə düşürdü. Saat 12-dən 4-ə qədər, 11-dən 4-ə qədər təxmini qayıdıb dincəlirdik. Belə deyək də, səhər 6-dan 11-ə qədər işləyirdik. Bir də saat 4-dən axşam hava qaralana qədər. Normal idi, isti idi. İndi amma hava 1 dərəcədir. Nəyin zulumudur, bax. Bu soyuqda adamı işləyər. Heç nə, xeyirlisi. Gedək görək başımıza nə gələcək bugün. Odlamaq istəyəndə bunu verəndəysən, Şu. şuna da versən, burada vurursan şu. Sonra bunu keçirəsən, tamam. Nə qədər hündürsə bu? Yaxşıdır. Belə yaxşıdır. Hə, yaxşıdır. Biraz qalsın, yox? Ürəyimiz istəyən vaxtı qaldırarıq da, yaxşıdır belə. Yox, bir kələmli dursanız çıxınmayaq da ona. Çox yuxarıda olacaq, hoca. Əlimiz girməyəcək. Nə də aşağı buraxasın. Sağ ol, Aytral müəllim. Yəni bu- Canı sağ olsun. Təşəkkür. Etibarı durur da belə. Hə, aferin. Buraxsan Allah asla burax. Yavaş. Resim çək. Heç nə abi, təşəkkür. Təşəkkür, öpürəm. Çox sağ ol, var ol. Başlaya bilərik. Sabahınız xeyir. Bugün ayın 12-si, 2-ci iş günündə belə desək, maşını sökməklə bağlı 2 dənə pis xəbərim var. Biri, padyomnik olmadı, yenə dizimizin üstündə söktüyüm maşını. İkincisi isə, dünənlə çəkdiyim videoların bir çoxu yoxdur. SD kartı dəyişmişəm. Sağ olsun, təzə adam SD kart işləməyib. Daha doğrusu çəkib rekord edib, baxdım ki, heç biri açılmır. Maşının isə qabağı demək olar ki, hazırdır. Periodok hazırdır, bir dənə qalıb şeyi bağlamaq, paravanı bağlamaq yerinə supportu bağlamaq. Və ondan sonra bu hissə hazırdır. Ondan sonra buferi, kırılanı qoyub, buferi zada aldırıb, paraları qoyub, üstündən buferi bağlamaq olar. Prinsipcə, bu günə yekunlaşarıq. Dünənlər pistonunu dəyişdik. Bilməyənlər üçün deyim, artıq geçdi. Bunda piston altda yerləşir. Bax, o balaca qapaq əgər videoda görsənirsə, balaca qapağın altında yerləşir. Oradan açıb dəyişilə bilir. Belə. Görək bugün tamamlaya bilirikmi? Deməli, mən təxmin eləmişdim, təxminən 30 min maylı var da, düzdür? Tamı yarısı qədər azdır. 15 min
70 mayl yürüyüşü var. İnternetə qoşan kimi 2025-38-9.6 update gəldi və bu da digərləri kimi avtopilotda full safe drive zamanı gedib qəza törədibdir. Sağ olsun. Belə xeyirli olsun demək olar. Artıq hayda pindədir bu. Tamam, bunu istəyirəm. Artıq xeyirli olsun demək olar. Gedək maşını tamamlayaq. İkinci günün sonu maşını tamamladıq. Həqiqətən çox yorulduq bu çöl şəraitində. Florididə də desək dizimizin üstündə maşını yığmaq bayağı bizi yordu yəni. Həqiqətən. Belə bitdi. Qaldı bu Bakıda təzədən sökülməsi, dənizin işlənməyi. Şalları çox üstünə qoymuşuq da belə desək. Bu vida sökülməlidir. Bakıda vida təzədən yığılmalıdır, rəllənməlidir, sonra təzədən yığılmalıdır. Aftan bu maşının mənə bir kəlanısı var disk məsələsində. Yadımdan çıxıb ki, diskin bir izləbəlidir. Gördüm də göndərmişəm Bakıya. İndi qalıb belə bu vəziyyətdə. Yəqin ki, inşallah bir də Bakıda görüşəcəyik sizlə. Meyvəli Gömrük terminalında. Hələlik, sağ olun, görüşənədək.